Qısa bir fasilə yarandı. Həmin qısa fasilədən də su istifadə etmək istədim. Ona görə də Quranda adı keçən yerə gəldim. Naxçıvanda əlbəttə ki. Quranda adı keçən yerə gəldim. Quranda Kəhf surəsi var. Oxuyarsınız, qısa məzmun deyim ki, çox Allahlığa qarşı çıxmış 7 nəfərin və bir ev heyvanının hekayəsidir. Mağaraya sığınırlar və Allaha dua edirlər ki, bəs dövr keçsin, onları unutsunlar. Bəzilərində 700 il, bəzilərində 300 il sonra ayrılırlar. Belə bir qissə var, hadisə olub deyirlər. Və yəqin ki, təxmin elədiniz. Bu qissənin də, bu hadisənin də ehtimal olunan yerlərdən biri də Naxçıvandadır. Kəhf surəsinin adından götürülmüş. Əshab-ı Kəhf. Əshab, yəni sakin, sakinlər deməkdir. Kəhf də mağara deməkdir. Mağara sakinləri. Və əlbəttə ki, möhtəşəm Əshab-ı Kəhf. Həqiqətən zağa formalı bir yerdir bura. Orada məscid qoyulub, namazgah qoyulub. Aşağıda qurbancaq da var, bulaq var. Məsələ odur ki, deyir Naxçıvan, yəni buradan bura belə baxanda Əshab-ı Kəhfə gələnmirik. Mənə desəydiniz ki, gələrsən Əshab-ı Kəhfə, gedərsən nə baxsa, inanmazdım. Amma qismət, yəni aviareysin gecikməyi belə şərait yarandı, fürsət oldu. Gəldim, Əshab-ı Kəhfi gördüm. Bu Qurandakı adı keçən yeri. Ona görə də deyirəm, Naxçıvan müqəddəs yerdir. Naxçıvan Azərbaycan üçün çox vacib yerdir və qədrini bilmək lazımdır. Bu artıq mağaranın içidir, Əshab-ı Kəhfin zağasının da var. Bura zağadır, mağara biraz dərin olur. Mağaranın içidir. Yəqin ki, bu yaxşı görünməyəcək. Nə bilim, bu işıq köməklər bəlkə eləyər. Mənim diqqətimi cəlb edən isə oldu ki, bu heç, bax, bura məsələn, burada, bax, görünəcək yoxsa yox, parıllamaq izi. Bu, belə deyim də, yəni, bir çıxsa da, bu kirin izidir. Yəni, o deməkdir ki, bu daimi ziyarət olan yerdir, daimi gəliş-gediş olan yerdir. Bax, bu aşağı təbəqə, əl dəyilən yerlər. Və mağaranın içində isə, mağaranın öz strukturu, bax, ağımtıldır. Yəni, daş özü, qaya özü ağımtıldır. Bilmirəm, nə qədər yaxşı göstərəcək kamera, amma göstərmək istədiyim tavandır. Tavanın tündlüyüdür. Bu hisin izidir. His, yəni ya ocaq, daha çox şam izidir və sübut olunur. Hələ də burada şam yandıran olur. Yəni, İslam gələndən sonra, bax, bu qətrandır. Bax, bu qətran izi görünəcək. Yəni, görünür deyəsən. Bu da şamın izidir. Hələ də burada, yəni, ziyarətgahlarda şam yandıranlar var. Niyə görə? Bu niyyət heç. Niyə görə? Çünki İslam bu əraziyə gələndə burada artıq xristianlıq var idi. Yəni, yerli əhali dəxil yoxdur, nə dilində danışsın. Yəni, xristianlığı var idi. Ona görə də onlar belə yerdə, mağaralarda gəlib, belə deyim də, İslamda ona riyazət deyilir, amma xristianlıqda yadından çıxıb nədir. Yəni, belə insandan kənar yerə çəkilirdilər, burada çoxlu dua edirdilər, rahiblər və rahibələr. Əlbəttə ki, burada şamda yandırırdılar görünmək üçün. Və uzun müddətli fəaliyyətin izi nəticəsində bu tavan, bax, bu tavanlar qaralıb. Qaraltı izi çoxsu əksərən hisin izidir, şamın izidir. Bu deməkdir ki, bura İslama qədər də ziyarət olunub.